Herkese selamlar, kanalımıza hoş geldiniz. Bu günlerim karşınızda. Yine de gördüğünüz gibi Rafael Guliyev var. Naradım olan şeydi. Gördüğünüz gibi arkada Rafael Guliyev'in kanalı var. Videonun bu hissəsində hələ başlamamışıq ama bu hissəsində alttan çoxdan da video çəkmirəm deyə danışıqlar yatdan çıxıb. Kanala abunə olub bir dənə video like atsınız. Gördüyünüz kimi nə yazılıb? Abunə ol. Sən də elə. Hal-hazırda 1139 abunəmiz var. Bir abunə lazım, nə 140 olmaq. Başlayıb biz niyə? Deməli, mənim riyaziyyətim biraz səhvdir. Qoy bir dəqiqə fikirləşim görüm. 61 abunə lazımdır ki biz 1200 olaq. Çoxdandır. Daha doğrusu bir nə video çəkək, get o yüzden. Çoxdandır çəkmirik. Demək olar ki, axı TikTok videolarını çəkmişdim. Mən nə bilmə yadımda deyil, indi başlığına görərsiniz. Çoxdandır biz video çəkmirik. Daha doğrusu TikTok izlədiyim videolar çəkmirik. Bu günlərim Zevs və Johnny'nin editləri, yəni fanlarının editlədiyi səhifələrdən onları izləyəcəyik. Divan altına düşüb. İzləyəcəyik və bu günlərim çox maraqlı video olacaq. Ona görə gördüyünüz kimi mən planlaşdığımda da prosa reklam eləmirəm, arxasında markası yazılıb. Burada sizin reklamınız ola bilərdi. Ona görə mən altdan çıxan Instagram səhifəmi yazıb reklam tərkib eləyə bilərsiniz. Amma yox, bioda Gmail var, oradan gedib yaza bilərsiniz. Heç bir şeydə bu günlərim Zevs'in edit videolarına baxırıq. Kanalıma abunə olun. Tez bir zamanda normal videolarım da gələcək. Bunu qoyaq bura, bir tane TikTok'a pişmiş eləyək. O biçimdə hazırsa keçək videomuza. Kayda açaq, siz burada görəcəksiniz. Girdik. Yox, bizdə dəqiqə. Kayda baxla. 3, 2, 1. Atıldı, pis ol. Xoş gördük. Açığı necə eləyim? Ha, nə qəşəng oğlansın. Sabulu. Kim böyle diyor? Haşhaş sabulu. Haşhaş sabulu. Zarabas verəcək. 3 ay evdə oturmaqdan öncə başladım mən də. Məktəb açılsın deyəcəm. Prosta məktəb açılır və bu il mənim axırıncı 9-dan çıxıyor. Ben həmişə demişəm, yaxşı oğlan şort geyinməz, mayka da geyinməz. Türkiyədə də abır deyilən bir şey var. Başa düşürsən? Ben həmişə demişəm. Əlbəttə ki, qaqaş, yaxşı oğlan mayka geyinməz. Şort geyinməz, şort nədir? Şort nə bilir? Vai sentar no talibã, vai sentar no talibã, vai sentar no talibã, vai sentar. Uşaqlar zarabatsız. Yəni hal-hazırda Azərbaycanda belə əyləncəli video çəkənlərdə ən çox abunəsi Zevs olmalıdır. 1200 deyəsən ya da 1200 min nədir belə bir şey olmalıdır. Zevs olmalıdır. Onu bilirəm ki, Zevs olmalıdır. Amma cidden çox zor videolar çəkir. Yəni biraz işlədi, biraz olsun da yəni bizə ləst eləyir zaten. Çox zor videolar çəkir. Hal-hazırda Azərbaycanda yəni necə deyim, ən çox abunəsi olan əyləncə videolar çəkən insan odur. Amma gəlib satanlar olacaq. Bilirəm təbii ki, biri mən satacağım. Nəticə Məndən bacara bilərsən. Kişi olmaqdan deyil, yox. Gedək bir dənə evə soy qalsın yağış yağır. Aha qoy, aha oy belə bəşi sənə. Allah xalanı velosipedlə vurublar. Yox, boş eləyir, boş. Keçirəm bura, tema deyə. Keçən nəfər video bilmirəm, mən keçdi o. Yox, belə yox. Keçdi belə. Məndən yuxarı yoxdur uşaqlar, məndən bir də yoxdur. Məndən aşağı var abi. Dedim hansı youtuberdən soruşsaz ona deyər ki, YouTube'dur. Onlar da bilirlər, amma məndən sonra. No era Uşaqlar belə bir söz deyim ki, yəni Azərbaycanda YouTube demək olar ki, yoxdur, amma YouTube'u gətirənlər var. Əlbəttə ki var, Zevs'i, İlkindir və yaxud da başqalardır. YouTube'u davam elətdirir, YouTube gəlir. Və hətta baxıram, indi qabağıma videolar çıxır. Az yaşlılar, yəni mən yaşlı olanlar belə YouTube'da var. Hətta məndən çox abunələri var. Mən prosta video çəkmirəm deyə abunə qazana bilmirəm. YouTube'a ara verirəm. Mənim həvəsim YouTube'a çoxdur. Hətta ekran şəklimi görsəz belə, indi ekran şəklini qoyarsan, qoyacam buralığa bir yerə. Görsəz belə, yəni YouTube'da 100 min abunə olma mənim xəyalımdır ki, 100 min butonunu alım, bura qoy. Bura. Düzdür, deyir, hər dəfə bir yerdə video çəksən, çünki bura götürmüşəm videoya, bura, yəni bura qoymaq istəyirəm 100 min abunə. İlkin çox zor YouTuberdir. Zevs'ə çata bilməz, çünki Zevs abunə çoxdur. Amma çəkdiyi videolar baxaraq Zevs'dən yaxşı videolardır. Tam Zevs'dən yaxşı videolardır da, yəni necə deyim sizə, Zevs abunəsi çoxdur. Çəkdiyi videolar da zordur.
Amma İlkin də pis deyil. Yəni İlkin yaxşı YouTuberdir. Yaşına görə də çox zor YouTuberdir. Hal-hazırda 253 min zat belə onun takipçisi olmalıdır. 1 milyona doğru çox gedir. Və gedin İlkinə abunə olun. Bilirəm ki, burada abunələrin çoxu İlkindən, çünki İlkin mən bir ara reklam eləmişdi. O da videoda 2 saniyəlik reklamdır. İlkinə də yazıram, cavab vermir. Mən video çəkməliydik. Hələ yazıram, cavab vermir. İnşallah ona düşəcəm. İlkinə belə bir video çəkmək istəyirəm. Burada deməyəcəm, sonra gələn videoda. Nəticə olsun. Sen de benim qabağıma çıxasan. Nə olacaq? O nətin çiçi yiyərəm. Belə əgər çox ürək yemək istəyirsə də, ciddiyəm. Bu videodan sonra məncə 1 milyon abunəni keçərdik. Gəl sənə bilet alın, bırak. Gəl, sağ olaraq bir dənə otaq götürəsəm, canlı yamaçadı 1 milyon ödəm. Mən uzanacam, sən səhərə kimi ye. Azərbaycanın bir ömrə YouTuberi qardaşım. Roş Live kimi. Yəni bilirsiniz ki, axırıncı olanlardan sonra, yəni Roşla Zefs dava eləyəndən sonra Roşun abunəsi çox düşdü. Ona görə mən də hal-hazırda Azərbaycanda ən normal bir dəqiqə Azərbaycanda Zefs Azərbaycanda da Moskvadadır bilirsiniz. Ona görə yəni ən yaxşısı hal-hazırda Azərbaycanda İlkindir. Prosta Zefs yaxşı. Zefs Azərbaycanda keçsə vəbşə partiyaya da. Bu niyə ağlayır? Amma əslində xarici ölkələrdə daha çox. Dolbayıbsan sən. Tomat Uşaqlar mənə biraz ağzımdan gec-gec sözə çıxa bilər. Çünki bir həftə düşür, rahat yatamıram. Ancaq belə yarandan yatıram. Yəni yuxula kimiyəm. İndi birazdan yatıb 2-3 saat yatıb yuxumu alacam. Getcək o bilsinə. Videonun bu yerində kanala abunə olun, video like atın. Bunu deməkdən yoruldum, amma siz video like atmırsınız. Video like atınca həvəsə gəlir. Çoxlu videolar çəkəcəm və bu arada bu videoya 20 və yaxud da 30 like gəlsə, 20 like gəlsə, amma əgər 20 like keçib 30 like gəlsə, daha tez gələcək. Amma əgər 20 like gəlsə, gələcək. Belə deyim ki, 24 saat sayəsində video çəkmək istəyirəm və o videonu çəkməmi istəyirsə, bu videoya 25 like atın. 25 min çəkib gələcək. 25 like atın. 25 like olsun və yaxud da 30 olsun, çəkəcəm onu. Niyə az şey istəyirəm? Çünki abunə azdır. 1000 nəfər, 1200 nəfər arasında hamı like atmır və yaxud hamı videonu izləmir. Videoya baxan ən azı 100-200 nəfər olacaqdır bu video. Normal video çəkirəm 100-200 nəfər izləyir. Hətta axırıncı səfər imişdi. Hovuz videosunda 150 baxış var 2 həftədir. O video gəlib 20 zat like. Və bu videoda məncə 200 izlənmə gələcək. Çünki Zeyf sahib çox izlənmə gəlir deyə. Mən bilirəm ki, çox like gələcək. Ona görə bir dənə 30 like eləyək. 24 saat sayışında videosa gəlsin. Kanala abunə. Sanki inanmaya yer aramışım. Düşmana bir gerek yok. Boynumu iplere ben dolamışım. Yürüyorum üzerine, kaderine güvenenler sarılıyor candan sevene. Herkes kendi derdine düşer, kalan gidene kul köle. Yüzüm her şeyi görmüşsün, yine umutlarını gömmüşsün. Doğrudan bu şey çox zordur axı. Bu vaxt bir binəqətə bizlə qonşu qalırdı. Plus utanırdım yanına getmək. Sən mənim keçmişimi bilmirsən. Mən keçmişimi bilmirdim sən. Soruşdum bir-iki nəfərdən. Deyirlər ki, yəni pis oğlan olmayıbdı. Tovuzda həqiqətən də çox böyük hörmət olub. Hamı peysər kimi tanıyır. Mən necəyəm, ovlanırım gecələr, neçələr bilir məni çək. Uşaqlar, gördüyünüz kimi burada mənə 100 TL'm var. Sağ olsun bu mənə Ramal Türkiyədən gətirib. Ramal bizdə videolarım da olurdu. Çox videolarım da olurdu. Amma videomun çoxunda oldu. Hətta ilk videom Zefs TikTok videoda izlədim bir var. İlk paylaşdığım videoda. Yəni o videoda 17 min liram olmuşdu. 100 TL uşaqlar. Bu səfərin nümunəsi Atatürk'də. 14 Ocaq 1970. Hə, optionda 100 TL'miz var. Və mən videoya çox təəssüflər olsun ki, bu yer taxa bilmədiyim açqımla davam edəcəm. Getdik. Səhv taxdım, nə olacaq? Özü uşaqdılar, yəni uşaqlara durub nə deyəcəm ki? Prosta bu nədir belə, mən çatmır da. Özü belə, ya bu yəqin frikola çəkiblər həqiqətdən, buna heç deyil.
Videomuz qurtardı uşaqlar. Deməli, videomuz bitdi. Bu videonun davamı gəlmək istəyirsə, TikTok videosu gəlmək istəyirsə, bu arada Prado, nə bilim, yox şimdi, artıq git da, bura gördüyünüz kimi reklam eləməyə ehtiyac yoxdur, keçib ala bilərsiniz. Və uşaqlar, bu videonun davamı gəlmək istəyirsə, TikTok videolarının davamı gəlmək istəyirsə, kanala abunə olmalısınız. Kanala abunə olursunuz. Bu kanalda 1150 abunə olanda Zefsin TikTok videolarını izlədim, 2 də gələcək. 2 yox. Nəsədə bu bilmirəm də, yəni bu editlər yenə gələcək. Editin hələ çoxu var, prosta qayda eləmədim ki, video çox getməsin. Bu niyə söyləyəm ben yenə? Və burada iPhone 9-cu nəsədə bu nə bilim, Allah kasıbçılıq deyə bilmirəm. iPhone, burada sənə reklam ola bilərdi, oldu da, iPhone. Avrat, nə olur? Heç nə mən də video çəkirdim indi ha. Yaxşı da, öpürəm səni. Heç bir şeydə uşaq, kanala abunə olub, video like atmağı unutmursunuz. Sevirəm sizi. İnşallah yaxın zamanda yeni videolarımız çox gələcək və hal-hazırda 14.00 oldu və 7 avqustdur. 7 gündən sonra qaqavızın alt günüdür. 14 avqust mənim alt günümdür. Partladın yorumlar ki, alt gün mübarək, Rafael. Bundan sonra video paylaşsam ona yazarsın. Rafael alt gün mübarək, ürəyim, nə bilim, nə zırpır. Girin və Instagram səhifəm, TikTok səhifəm, hamısı bu videoda var. Kesin, abunə olun. Stop, get o yüzden. Hocam var mı? Gördüğünüz kimi ne yazılıb, bunu oxumalıyıq. Mən Rafael 13 yaşım var və məqsədim sizlərə əyləncəli videolar çəkib Azərbaycan YouTube-un məşğul etməkdir. Reklam və işbirliyi üçün Rafael Quliyev gmail.com Kanala abunə olursunuz, yenə dediyim kimi videoda like atırsınız. Və reklam və işbirliyi üçün isə Rafael Quliyev gmail.com yazırsınız. 47.000 baxış, 32 video və bunu paylaşacağım 33 video 1139 abunəmiz olacaq. Bir abunə olsuz 40 olacaq. Bir abunə uşaqlar, xahiş edirəm, bir abunə. Sevirəm sizi yeni videolarda. Görüşmək üzere.